Hər kəsə salam. Bugünkü təhlilimizə xoş gəlmisiniz. Biz bugün vizual datanın, yəni qrafiklərin qərar qəbulunda necə nəhəng bir gücə malik olduğunu, eyni zamanda necə asanlıqla bizi aldada biləcəyini araşdıracağıq. Bilirsiniz, həmişə deyirlər ki, rəqəmlər yalan danışmır. Bəlkə də belədir, amma o rəqəmləri sizə necə təqdim etdikləri, bax bu tamam başqa bir hekayədir. Gəlin məsələnin dərinliyinə enək. Heç düşünmüsünüzmü ki, adi, zərərsiz görünən bir qrafik sizin qərarlarınızı tamamilə başqa səmtə yönəldə bilər? Bəli, bu tamamilə realdır. İclasda önünüzə qoyulan o rəngarəng bəzəkli diaqramlar çox vaxt fikrinizi müəyyən bir istiqamətə yönəltmək üçün xüsusi dizayn edilir. Bugün biz hesabatlarda gizlənən həqiqətləri, eləcə də yalanları necə deşifr edəcəyimizi öyrənəcəyik. Bir növ datanın arxasındakı detektivlərə çevriləcəyik. Qısaca bugünkü yol xəritəmizə nəzər salaq. Əvvəlcə beynimizin vizualları necə qavradığına baxacağıq. Sonra doğru qrafik növünü seçmək qaydalarından danışacağıq. Daha sonra onları necə düzgün oxumağı öyrənib, sonda isə bir necə qeyri-etik qrafik manipulyasiyasının üstünü açacağıq. Vaxt itirmədən başlayaq. Birinci hissə: vizuallaşdırmanın gücü və qavrayış. Beynimiz niyə qrafikləri bu qədər sevir? Niyə biz səhifələrlə uzanan darıxdırıcı rəqəmlərə baxmaqdansa, bir qrafikə baxmağa üstünlük veririk? Səbəb sadədir. Beynimiz təhtəlşuur atributlar adlanan vizual xüsusiyyətləri anında emal edir. Yəni, biz bir şeyin uzunluğunu, rəngini və ya harada yerləşdiyini saniyənin mində biri qədər qısa vaxtda, şuurlu şəkildə düşünmədən belə fərq edirik. Yaxşı qurulmuş bir qrafik birbaşa şuuraltımızla danışır. Bizə heç bir əlavə zehni güc sərf etdirmədən əsas məsələni göstərir. İndi bu nəzəriyyənin praktikada necə işlədiyinə baxaq. Buradakı iki qrafikə diqqət yetirin. Dairəvi qrafik necə də qarışıqdır, elə deyilmi? O dilimlərin bucaqlarını, sahələrini müqayisə etmək beynimiz üçün doğrudan da əsl əziyyətdir. Amma digərinə, sütunlu qrafikə baxın. O, bayaq bəhs etdiyimiz xüsusiyyətdən, yəni uzunluqdan istifadə edir. Bircə saniyəyə heç bir rəqəm oxumadan hansı kateqoriyanın ən böyük olduğunu anında görürük. Fərq sadəcə olaraq göz qabağındadır. İkinci hissə: düzgün qrafik növünün seçimi. Yaxşı, bu gücə sahibik, bəs ondan necə istifadə etməliyik? Qrafikləri seçərkən məqsəd hər şeydir. Buradakı matris əslində bizim ən yaxın köməkçimizdir. Unutmayın, hər qrafikin öz spesifik işi var və siz onları sadəcə qulağa xoş gəlir və ya qəşəng görünür deyə bir-biri ilə əvəz edə bilməzsiniz. Əgər məqsədiniz müqayisədirsə sütunlara, dəyişən trendlərdirsə xətlərə, iki fərqli məlumat arasındakı əlaqəni axtarırsınızsa səpələnmə qrafiklərinə, datanın necə paylandığını görmək istəyirsinizsə qutu qrafiklərinə yönəlməlisiniz. Bu qaydalar o qədər vacibdir ki, gəlin onları bir qədər də dəqiqləşdirək. Müqayisə etmək üçün sütunlar, zamanın təsirini görmək üçün xətt qrafikləri, əlaqələr üçün səpələnmə, paylanma üçünsə qutu qrafikləri. Niyə bu qədər israrlıyıq? Çünki doğru qrafik növü izləyicini o lazımsız zehni yükdən xilas edir. Bir növ, auditoriyaya burada baxmalı olduğunuz şey tam olaraq budur deyirsiniz. Səhv seçim isə sadəcə çaşqınlıq yaradır. Yeri gəlmişkən, dairəvi qrafiklərin amansızcasına istismarından danışmamaq günah olar. Xüsusilə də biznes hesabatlarında onlardan yersiz istifadə lap epidemiyaya çevrilib. Baxın, 2 və ya 3 diliminiz varsa, əla, istifadə edin. Amma kateqoriyalar artdıqca o dairəvi qrafik vizual bir xaosa, daha doğrusu mənasız bir rəng toplusuna dönür. Sütunlu qrafiklər isə dürüsttür, etibarlıdır. Onlar sizə uzunluq vasitəsilə asan və çox aydın bir sıralama təqdim edir. Bəs, əgər sualımızın mərkəzində zaman amili dayanırsa, tutalım aylıq satışlar və ya sayta gələn gündəlik istifadəçilər. Bu cür ssenarilərdə burada gördüyünüz xətt qrafikinin rəqibi yoxdur. O datanın təbii axınını qoruyur. Qəfil sıçrayışları, uzun müddətli trendləri və rəqəmlərin hara doğru getdiyini bir baxışda anlamağımıza kömək edir. Zamanın hekayəsini bir xətt qrafikindən daha yaxşı heç nə danışa bilməz. Üçüncü hissə: qrafiklərin düzgün interpretasiyası. Qrafiki seçdik. Bəs onu necə düzgün oxumalıyıq? Bəzi qrafiklər bizə sadəcə ortalama rəqəmləri göstərir və əsl hekayəni pərdə arxasında saxlayır. Amma burada gördüyünüz qutu qrafiki, o tamamilə fərqlidir. O bizə məlumatın ən çılpaq, ən bəzəksiz reallığını təqdim edir. Yalnız ortalamanı deyil,
Eyni zamanda datanın əksəriyyətinin hara toplaşdığını və mənzərədən tamamilə kənara çıxan o qeyri-adi fərqlilikləri dərhal göz önünə sərir. Datanı oxuyarkən əsl dedektiv kimi davranmalısınız. Birincisi və ən vacibi. Həmişə şaquli oxun həqiqətən sıfırdan başladığını yoxlayın. Əgər başlamırsa, böyük ehtimalla sizi aldatmağa çalışırlar. İkincisi, sütunların nisbi hündürlüyünə diqqət edin. Və əlbəttə, iki fərqli şey eyni anda artır deyə birinin o birinə səbəb olduğunu düşünməyin. Məsələn, dondurma satışları artanda günəş yanığı halları da artır, amma bu o demək deyil ki, dondurma insanı yandırır. Yaxşı qrafik həqiqəti sadələşdirməlidir, lakin mənasını tərif etməməlidir. Dördüncü hissə. Vizuallaşdırmada etika və xətalar. Gəlin, qrafik dünyasının bəzi cinayət səhnələrinə baş çəkək. Görəsən, insanlar ən çox hansı hilələrlə manipulyasiya edilirlər? Təsəvvür edin, kimsə qarşınıza çıxıb böyük bir qürurla, orta hesabla satışlarımız 12% artıb deyir. Çox əla səslənir, hə? Amma reallığı yansıdan qrafika diqqətlə baxanda görürük ki, fəaliyyət göstərdikləri 10 bazardan 5-də əslində fəlakət yaşanır. Şirkət kəskin kiçilir. Sadəcə bir ortalama rəqəmi nümayiş etdirməklə böyük bir zərəri ört-basdır edirlər. Bu, təkcə qeyri-etik deyil, həm də qərar verən insanları bilərəkdən aldatmaqdır. Bəzən isə bu təhriflər olduqca cəsarətli vizual hilələrlə edilir. Məsələn, 2013-cü il Venezuela prezident seçkilərinə aid bu grafikə baxın, biz burada qətiyyən heç bir siyasi mövqe sərgiləmirik, məqsədimiz ancaq bu qrafik fırıldağını analiz etməkdir. Namizədlər arasındakı fərq cəmi 1,5%-dir, amma o nəhəng, qorxunc 3 ölçülü silindirləri görürsüz, biri digərindən dəfələrlə böyük görünür. Niyə? Çünki şaquli ox amansızcasına kəsilib və 3D dizaynla o kiçicik fərq nəhəng bir uçuruma çevrilib. İndi isə eyni datanı etik və doğru şəkildə, yəni şaquli oxu sıfırdan başladaraq çəkdikdə nə baş verdiyinə baxaq. Mənzərə tamamilə fərqlidir, elə deyilmi? Namizədlərin səsləri əslində demək olar ki, eynidir. Əvvəlki qrafik heç bir məlumat ötürmürdü, sadəcə əzici qələbə illüziyası yaradırdı. Oxu sıfırdan başlatmaq yalnız və yalnız vizual bir qayda deyil. Bu birbaşa dürüstlük və peşəkarlıq məsələsidir. Digər məşhur taktikamız isə ancaq işimizə gələn datanı seçib göstərməkdir. Birinci qrafik bizə işsizliyin yalnız fevraldan avqusta qədər necə möhtəşəm şəkildə düşdüyünü göstərir. Təqdim edən adam deyir ki, baxın, hər şey əladır. Ancaq bütöv 12 aylıq mənzərəni açdıqda başa düşürük ki, bu hər il yay aylarında təkrarlanan adi mövsümi trenddir. Yəni yay gəlir, turizm canlanır, işsizlik təbii olaraq azalır. Grafikin zaman aralığını manipulyasiya etmək, reallığı maskalamağın ən qısa yoludur. Qısacası, beynimizdə bir təhlükə siqnalları siyahısı olmalıdır. Kəsilmiş və ya sıfırdan başlamayan oxlar, şübhələnin. Sizi çaşdıran xüsusi olaraq kəsilmiş zaman çərçivələri, çox diqqətli olun. Reallığı gizlətmək üçün gözə soxulan o mənasız 3D effektlər, əsla inanmayın. Vizuallaşdırma əlbəttə ki, estetik olmalıdır, amma bu, həqiqətin bədəli hesabına baş verməməlidir. Datanı təhrif etmək peşəkar etikaya tamamilə ziddir. Bəs siz necə? Sizə təqdim edilən növbəti hesabatda, növbəti təqdimatda rəqəmlərə necə baxacaqsınız? Ümid edirəm ki, artıq o rəngarəng diaqramların arxasındakı gizli motivləri görməyə hazırsınız. Növbəti dəfə qarşınıza bir qrafik çıxanda özünüzdən soruşun. Hekayə həqiqətən mənə göstərilən kimidir, yoxsa burada bilmədiyim başqa məqamlar var? Unutmayın ki, qrafiklər sadəcə bəzəkli rəqəmlər toplusu deyil. Onlar sizin qərarlarınızın görünməz memarlarıdırlar. Bizi izlədiyiniz üçün təşəkkürlər. Həmişə tənqidi düşünməyə davam edin.